Salam, mən Premium Akademinin ingilis dili müəllimi Nərgiz Əlizadə. Bugün sizlərlə 14 dekabr tarixində kursumuzda keçirilmiş güvən sınavının 11-ci siniflər üzrə izahını verəcəm. İlk növbədə listening suallarına baxaq. Listeningi dinlədikdən sonra sualların düzgün cavabı ilə tanış ola bilərsiniz. Listeningi dinləsəniz görərsiniz ki, listeningimiz Yaponiyanın adət-ənənələri, mədəni irsi haqqındadır. Buna görə də elə birinci sualımızın cavabı B variantı olacaq. Mətn nə haqqındadır deyə soruşur. Japanese traditions and cultural customs. B variantı. İkinci sual. Which statements are true according to the passage? Mətnə əsasən düzgün variantları seçmək tələb olunur. Japanese people think gift wrapping is unimportant. Belə bir şey deyilmirdi. Buna görə biri çıxacaq. Bizdən düzgünləri seçmək tələb olunur. Gifts in pairs are considered lucky. It's true. Bəli, cüt şəkildə hədiyyə vermək uğurlu hesab olunurdu. People always shake hands instead of bowing. Belə bir şey də deyilmirdi. Yəni bu true deyil. Dördüncü, Japanese people bow to show respect. Bəli, onlar baş əyməyi hörmət əlaməti olaraq hesab edirdilər. 2 və 4 düzgün cavabımız A variantı olacaq. Üçüncü sual. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlamaq xahiş olunur. Anami is a special celebration where people. Düzgün cavabımız B variantı olacaq ki, Hanami xüsusi bir qeyd olunan bir bayram idi ki, gather under cherry trees to enjoy time together. Birlikdə gilas ağacının altına toplaşırdılar və yaxşı, gözəl vaxt keçirirdilər bərabər. Düzgün cavabımız B variantı olacaq. İndi isə açıq suallara baxırıq. Write the correct answer to the question according to the passage. Mətnə əsasən sualın düzgün cavabını yazmaq tələb olunur. Why do Japanese people avoid giving gifts in sets of 4? Nə üçün Yapon xalqı dörtlü şəkildə hədiyyə verməkdən qaçınırdılar? Düzgün cavabımız because number 4 associated with death. Çünki 4 rəqəmi ölümlə əlaqələndirilirdi. Buna görə də onlar dörd cüt şəkildə hədiyyə verməkdən qaçınırdılar, yayınırdılar. Biraz səliqəsiz yazsam da düzgün cavabımız budur. Because the number 4 associated with death. 5-ci sual. Complete the sentence according to the passage. The Japanese tradition reflects how deeply respect and symbolism. Düzgün şəkildə tamamlamalıyıq. Düzgün cavabımız influence daily life in Japan. Düzgün cavabımız bu formada olacaq. Influence daily life in Japan. 6-cı sualda isə culture sözünü təsvir edən adjektivi yazmaq tələb olunur. Bu adjektivimiz də rich. Zəngin mədəniyyətə sahib idilər deyilirdi listeningdə. Rich culture formasında düzgün cavabımız rich olacaq. Qrammatik sualların izahı ilə davam edirik. Qrammatik suallara baxanda 7-ci sualda bizdən derivative noun, düzəltmə isimləri seçmək tələb olunur. Birinci sözə baxsaq, exhibition düzəltmə, lakin farmland mürəkkəb compound noundur. Buna görə birləri çıxırıq. İkinci, calculation and loser, hər ikisi də düzəltmə olduğu üçün doğrudur. 3-də illustrate kindness, bunlar da doğrudur. Hər ikisi düzəltmə isimlərdir, derivative nounslardır. Düzgün cavabımız 2 və 3. 4-də isə footstep and hairdresser, hər ikisi compound noun olduğu üçün 4-də yanlış cavablardan biridir.
8-ci article mövzusu ilə bağlı bir sual nümunəsidir. Baxırıq birinci boşluqdan sonra small village. Biz bilirik ki, hər zaman ismin qarşısında sifət gələ bilər. Lakin əsas odur ki, bu sifətdən sonra sayıla bilən tək isim gəlibmi? Gəlibsə bu zaman article sifətin qarşısına keçəcək. A small village formasında işlədəcəyik. İkinci tərəfdə isə bütün su hövzələri ilə çay, dəniz, göl adları ilə hər zaman Z artiklı işləndiyi üçün ikinci tərəfdə də Z artiklını qoyacağıq. E və Z düzgün cavabımız C variantı olacaq. 9-cu sual. Few, a few haqqındadır. Biz bilirik ki, few və a few-dan sonra sayılan cəm isim gəlməlidir. Buna görə də birləri çıxarıq. Çünki a few apple yox, a few apples formasında işlənir. Həmçinin də 2-də few science projects, yəni iki isim yanaşı gəlibsə, biz bilirik ki, hər zaman ikinci ismə, yəni projects isminə baxmalıyıq. Bu isim cəmdə gəlməli idi, çünki qarşıda few işlənib. Təkdə gəldiyi üçün 2-ni də çıxırıq. Düzgün cavabımız 3 və 4, Y variantı. 10-cu sual sifətin dərəcəsi ilə bağlı bir sual nümunəsidir və bilirik ki, əzəzin ortasında hər zaman adi dərəcə işlənir. Düzgün cavab D variantı olacaq. 11-ci sual əvəzliklə bağlı bir sual nümunəsidir. Baxarıq ki, cümləmiz inkardadır və nöqtələrdən sonra isim durub. Düzgün cavabımız Y variantı. Biz bilirik ki, inkar cümlələrində eyni işlədirik və özündən sonra da isim gəlir. Everything törəmə olduğu üçün özündən sonra isim işlənməz. Cümləmiz inkarda olduğu üçün ikinci inkarı nothing və no-nu qoya bilmərik. Some isə təsdiq cümlələrdə işləndiyi üçün A variantında yanlış hesab edirik. Düzgün cavabımız Y variantı. 12-ci sual preposition söz önü mövzusu ilə əlaqəli bir sual nümunəsidir. Baxırıq ki, arrived birinci nöqtələrdən əvvəl arrived, sonrasında isə bir ölkə adı durur. Biz bilirik ki, əgər böyük bir yerlərə gəlib çatmaq mənasında işlədəndə arrive in, kiçik ərazilərə çatmaq mənasında isə arrive at işlədirik. Burada da İtaliyaya gəlib çatdılar. Buna görə də arrived in Italy və günün uzun hissələri ilə də in the evening formasında hər iki tərəfi in, düzgün cavab C variantı olacaq. 13-cü sual irregular verbs, qaydasız feilləri seçmək tələb olunur. Yəni qaydasız feillər bilirik ki, kökdən dəyişərək düzələn feillərdir. Regular verblər isə D-i-də artırmaqla müəyyən bir qayda çərçivəsində düzələn feillərdir. Qaydasız feilləri istədiyi üçün A variantını çıxırıq. Çünki annoy, annoyed, ed ilə düzəlir, qaydalıdır. B variantında care, cared formasında ed ilə düzəlir. Buna görə B-ni də çıxırıq. C variantı clap, clapped, ed ilə düzəlir. Yəni irregular verbdir, irregular deyil. D variantında həmçinin confuse, confused D artırmaqla düzəldir, irregular verbdir. Y variantı isə düzgün cavabımızdır. Freeze, froze, frozen. Həmçinin də hold, held formasında olur. Yəni irregular verbdir. Düzgün cavab Y variantı olacaq. 14-cü sual zaman formaları ilə bağlı bir sual nümunəsidir. Baxırıq ki, biz zaman testlərini işləyərkən bir neçə məqamlara, bir neçə addımlara fikir verməliyik ki, cümləmizdə zaman zərfi varmı, zaman bağlayıcısı varmı, zamanlar uzlaşırmı və həmçinin də mübtəda xəbər uzlaşmasına da nəzər yetirməliyik. Baxırıq ki, cümləmizdə həm zaman bağlayıcısı while, həm də sonda zaman zərfi yesterday işlənib və bilirik ki, while bağlayıcısı çox əksər hallarda özündən sonra davam edici zaman tələb edir. Yəni davam edici zamanlarla işlənməyi sevir. Cümlənin də sonunda yesterday bizə bildirir ki, burada bir keçmişlik var. While isə davam ediciliyin olduğunu göstərir və buna görə variantlara baxsaq, A variantı düzgündür. Lost was walking. Biz dedik ki, while'dan sonra əksərən bir çox hallarda davam edici zaman işlədir və yesterday'ə görə də keçmiş davam edici was walking qoyacağıq. Əvvəldə də lost past simple zaman forması, zamanlar da bir-biri ilə uzlaşır, düzgündür. B variantı has lost, bitmiş zaman lazım deyil bizə.
Is walking, digər tərəfi isə is walking qoya bilmərik. Çünki cümləmizin sonunda yesterday zaman zərfimiz var. C variantı da həmçinin present simple zaman forması lazım deyil. D variantında zaman uzlaşmaları pozulub has və was walking işlədə bilmərik. Y variantında isə past simple ilə present perfect zaman forması zaman uzlaşması pozulduğu üçün yanlışdır. 15-ci sualla davam edirik. 15-ci sualda yenə zaman mövzusu ilə bağlı bir sual nümunəsidir. Yenə baxarıq ki, cümləmizdə zaman bağlayıcısı var, if işlənib və biz bilirik ki, ifdən sonra gələcək zamanları işlədə bilmərik. Yəni, zaman bağlayıcıları özündən sonra mürəkkəb zamanları qəbul etmir. Buna görə də ikinci tərəfdə will olmaz. A variantını çıxırıq, C variantını çıxırıq. B variantında finishes present simple, helped past simple zaman uzlaşması pozulub. B variantı yanlışdır. D variantı bizim düzgün cavabımız olacaq. Y variantı isə has finished və help. Bu da yanlışdır. Bizim cümləmizdə həm də sonda zaman zərfi də verilib. Buna görə də düzgün cavabımız elə D variantı olacaq. On 16-cı sual. Yenə zaman mövzusu ilə bağlı bir sual nümunəsidir. Cümlənin əvvəlinə diqqət etsək, be patient, indiki present simple zaman formasındadır. İkinci cümləmizin sonunda isə yet zaman zərfini görürük və bilirik ki, yet inkar cümlədə, bitmiş zamanlarda inkar cümlədə sonda işlənir. Present perfect zaman formasının inkarda sonda işlənən bir zaman zərfidir. Buna görə də düzgün cavabımız haven't announced. They haven't announced the results yet formasında olacaq. Düzgün cavab B variantı. 17-ci sual modal feillərlə bağlı bir sual nümunəsidir. Modal feilləri işləyərkən biz modal feillərin to'lu və to'suz işlənməyinə diqqət etməliyik və həmçinin bəzən cümlə tərcüməsi də bizə lazım olur. Baxırıq ki, zamanlara da diqqət etməliyik həmçinin və baxırıq ki, cümləmizin əvvəlində yesterday zaman zərfimiz işlənib. Buna görə də must və mustn't formalarını qoymarıq, çünki indiki zamandadır. B, C və Y variantı arasında qalırıq. Cümləmizi tərcümə etməliyik. İkinci tərəfdən baxsaq, it was a holiday, tətildir deyilir. Tətildirsə, yesterday we didn't have to go to school. Dünən biz məktəbə getmədik, çünki tətil idi. Buna görə də tərcümə baxımından düzgün olan cavabımız B variantı olacaq. 18-ci sual. Modal feillərlə bağlı test nümunəsi. Baxırıq testimizə, bilirik ki, bəzi modal feillər var ki, to ilə işlənir. Buna görə də Y variantında ought have ifadəsi ought to have formasında olmalı idi. To'su işlənmədiyi üçün yanlışdır. Digər variantlara baxsaq və cümləni tərcümə etsək görərik ki, we shouldn't have left so late. Biz çox gec çıxmamalı idik. İndi tıxacda ilişmişik. Baxırıq ki, cümləmizdə bu tərəfdə bir inkarlıq olmalıdır ki, birinci tərəfdə. Biz indi tıxacda ilişmişik. Deməli, nə etməli idik? Çox gec çıxmamalı idik. Vaxtında çıxmalı idik. Gecikməməli idik. Buna görə də düzgün cavab D variantı olacaq. Yəni, keçmişdə müəyyən bir şeyi səhv etmişik, belə etməməli idik. İnkarlıq tələb olunduğu üçün shouldn't have left so late. Gec çıxmamalı idik ki, indi də tıxacda ilişməyək. Düzgün cavab D variantı olacaq. 19-cu sual. Students get a special. Deməli, kontekstə uyğun sözü qoymaq tələb olunur. Düzgün cavabımız discount, endirim olacaq. Students get a special discount on bus tickets. Tələbələrə avtobus bileti alarkən xüsusi endirimlər tətbiq olunur, xüsusi endirim əldə edirlər. Düzgün cavab discount, endirim sözü olacaq. 19-cu sual Y variantı. 20-ci sualda sözləri izahları ilə məhv etmək tələb olunur. Saf və əziyyət çəkmək deməkdir. Toss bir şeyi diqqətsizcəsinə atmaq, tullamaq deməkdir. Effort isə imkanı olmaq deməkdir. İndi isə gəlin uzlaşdıraq. To suffer sözünə uyğun cavabımız to experience physical or mental pain. Fiziki və yaxud da mental ağrı yaşamaq, əziyyət çəkmək, bir də B olacaq. To cause
feilinə uyğun cavabımız to throw something carelessly A variantı olacaq. Diqqətsizcəsinə bir şeyə atmaq. To afford isə imkanı olmaq, maddi cəhətdən bir şeyə gücü çatmaq deməkdir. Buna görə də bir də C variantı olacaq. B, A, C düzgün cavabımız Y variantı. 21-ci sualla davam edirik. 21-ci sualda bizdən düzgün sinonim cütlüyünü seçmək tələb olunur. Düzgün cavabımız A variantı olacaq ki, to suppose güman etmək, həmçində belief feili inanmaq bir-biri ilə sinonim mənalarda inanmaq mənasında işlənir. Düzgün cavab A variantı. Digər variantlar isə bir-birinə sinonim qəbul olunur. Məsələn, treat müalicə etmək, sağaltmaq, smile gülümsəmək, promise söz vermək, vəd vermək, advice məsləhət vermək, to hurt incitmək, zədələmək, replace dəyişmək, ignore da bir şeyi görməzdən gəlmək, to appear isə üzə çıxmaq mənasında işlənir. Buna görə də yanlışdır. Düzgün cavabımız A variantı olacaq. 22-ci sual. Altından xətt çəkilmiş sözün opposite meaning, yəni əks mənasını tapmaq tələb olunur. Confirmed feili qəbul etmək mənasında işlənir. Buna opposite meaning, yəni antonimləri qəbul etmək feilinin antonimi olaraq rejected, rədd etmək, cancel, təxirə salmaq feili, yəni düzgün cavabımız 2 və 3 C variantı olacaq. İndi isə mətn sualları ilə davam edirik. Gəlin ilk növbədə mətnimizlə tanış olaq, daha sonra isə sualların izahına keçək. People have been writing and drawing for thousands of years. İnsanlar min illərdir yazır və şəkil çəkirlər. Over 10,000 years ago, people used sharp stones or bones to make marks on cave walls. 10 min ildən çox əvvəl insanlar mağara divarlarına işarələr çəkmək üçün iti daşlardan və ya sümüklərdən istifadə edirdilər. About 7,000 years ago, the Egyptians invented paper and made the first pens from reeds, which are hollow plants. Təxminən 7000 il əvvəl Misirlilər kağızı ixtira etdilər və içi boş bitkilər olan qamışlardan ilk qələmləri hazırladılar. They filled these reed pens with ink and squeezed them to write. Onlar bu qamış qələmləri mürəkkəblə doldurur və yazmaq üçün sıxırdılar. This was one of the earliest way to record ideas and information. Bu fikir və məlumatları qeydə almağın ən ilkin üsullarından biri idi. In the 7th century, people began using quill pens made from birds' feathers. 7-ci əsrdə insanlar quş lələklərindən hazırlanan lələk qələmlərdən istifadə etməyə başladılar. The feathers were cleaned, cut and shaped to hold ink inside. Lələklər təmizlənir, kəsilir və mürəkkəbi içində saxlaya biləcək şəkildə düzəldilirdi. Quill pens were softer and easier to use than reed pens and people could reuse them many times. Lələk qələmlər qamış qələmlərdən daha yumuşaq və istifadəsi daha asan idi. Həm də onları dəfələrlə istifadə etmək, yenidən doldurmaq olurdu. In the 10th century, the first fountain pen was invented in Egypt. 10-cu əsrdə Misirdə ilk mürəkkəb anbarlı qələm, yəni fountain pen ixtira edildi. It had a small reservoir inside to hold ink, so people didn't need to dip it often. Onun içində mürəkkəbi saxlayan kiçik bir anbar var idi. Buna görə də mürəkkəbə tez-tez batırmağa ehtiyac olmurdu. However, sometimes the ink came out too quickly and a mess. Lakin bəzən mürəkkəb çox sürətlə axırdı və çirklənməyə səbəb olurdu. In 1938, Laszlo Biro invented the ballpoint pen. 1938-ci ildə Laszlo Biro deyircəkli qələmi ixtira etdi. It had a small metal ball that rotated and spread ink smoothly on paper.
Onun ucunda kiçik bir metal kürə var idi və bu kürə mürəkkəbi kağız üzərində bərabər şəkildə paylayırdı, bərabər şəkildə yayırdı. Later in 1965, the space pen was created. 1965-ci ildə space pen, yəni kosmik qələm yaradıldı. It could write underwater, upside down and even in space. O su altında tərsinə çevrilmiş vəziyyətdə və hətta kosmosda belə yaza bilirdi. Pens have truly changed the way humans communicate. Qələmlər insanların ünsiyyət qurma tərzini həqiqətən dəyişdirmişdi. İndi isə gəlin mətnin suallarına baxaq. The passage is mainly about, mətn nə haqqındadır deyə soruşur. Mətni oxuyub tərcümə etdik. Mətn qələmlərin tarixi haqqındaydı, qələmin yaradılma tarixi haqqındaydı. Buna görə də düzgün cavabımız C variantı, the development of pens over time. İllər boyu qələmin inkişafı haqqında, qələmin keçdiyi tarix yolu haqqındaydı. Düzgün cavabımız C variantı olacaq. 24-cü sual, düzgün cavabı verməliyik. Sualın düzgün cavabını verməliyik. Why was the space pen special? Nə üçün space pen, kosmik qələmlər xüsusi hesab olunurdu? Düzgün cavabımız B variantı olacaq. It could write underwater and in space. Mətndə də deyildiyi kimi onlar necə idi? Hətta suyun altında, underwater and even in space, hətta kosmosda belə onlardan istifadə etmək olurdu. Buna görə də düzgün cavabımız B variantı. 25-ci sual. Quill pens were easier to use because they could be reused again and again. Quills, lələk qələmlər nə üçün daha asan idi onlardan istifadə etmək? Çünki ilk ixtira olunan qələmləri yenidən istifadə etmək olmurdu. Lakin lələk qələmləri isə mürəkkəblə doldurub reused again and again, yenidən istifadə etmək olurdu. Buna görə də düzgün cavabımız A variantı olacaq. Mətndə də qeyd olunduğu kimi. 26-cı sual. Which statement is true according to the passage? Mətnə əsasən düzgün olan variantı istəyir bizdən. The first fountain pen was made in France. Fransada ixtira olunmuşdu. Xeyr, Fransada düzəldilməmişdi, Misirdə düzəldilmişdi. Mətndə də deyildiyi kimi. Buna görə A variantı yanlışdır. B variantı 1938-ci ildə düzəldilmişdi space penlər. Xeyr, mətnin içinə diqqət yetirsək, görərik ki, space penlər 1965-ci ildə düzəlmişdi. 38-ci ildə deyil. Buna görə də A variantı yanlış oldu, B variantı yanlış oldu. D variantına baxsaq, Egyptian invented the ballpoint pen. Xeyr, bu da yanlışdır. Mətndə deyilmirdi belə bir şey. Y variantında da həmçinin people stopped using pens after the 10th century. 10-cu əsrdən sonra qələmlə istifadə etməyi dayandırdılar. Belə bir şey yox idi. Düzgün cavabımız C variantı. The first fountain pen was invented in Egypt. Mətndə də qeyd olunduğu kimi düzgün cavabımız C variantı olacaq. İndi isə mətnə aid açıq sualların izahına keçid edirik. 27-ci sualda ikinci abzasda verilmiş bir sözün izahı verilib və həmin sözü tapmaq tələb olunur. To keep something in a particular place or position, bir şeyi xüsusi yerdə və yaxud da istiqamətdə tutmaq. İkinci abzasda verilmiş bu sözümüz bizim. Gəlin bərabər baxaq. To hold sözüdür, tutmaq, saxlamaq. Yəni qələmin daxilindəki mürəkkəbi eyni bir istiqamətdə tutmaqdan söhbət gedirdi ki, bu da düzgün cavabımız to hold olacaq. Tutmaq, saxlamaq. 28-ci sual. To load feilinin birinci abzasda bunun sinonimini tapmaq tələb olunur. Birinci abzasa qayıtsaq, to load feilinin sinonimi doldurmaq, yükləmək mənasında işlənir və buna sinonim fill feilini verə bilərik ki, they filled these red pens with ink. Onlar onu mürəkkəblə doldururdular.
Loud feilinin sinonimi olaraq to feel feilini işlədə bilərik. Düzgün cavabımız to feel olacaq. 29-cu sualda bizdən cümləni ən az 2 sözü dəyişməklə tamamlamaq tələb olunur. Həmin cümlə bizim mətnimizdə ən sonda verilmişdi. Baxın bu hissədə. Pens have truly changed the way humans communicate. Biz buradan 2 sözü dəyişməklə, yəni birinci götürək məsələn change sözünü. Change sözünü transformed sözü ilə, dəyişmək, əvəzləmək sözü ilə bu formada əvəzləyib, transformed sözü ilə əvəzləyib. Human sözünü isə people sözü ilə əvəz edib, həmin cümləni 2 sözü dəyişməklə saxladıq və düzgün balımızı da ala bilərik. Changed, transformed, sonunda idisini də yazmağı unutmayın. Çünki changed keçmiş zamanda verildiyi üçün transformed feilini də keçmişdə veririk. Humans feilini isə people-la əvəz edərək Pens have truly transformed the way people communicate formasında yaza bilərik. İndi isə 30-cu suala baxaq. 30-cu sualda bizdən 3 cümlə ilə suala cavab yazmaq tələb olunur. Esse şəklində olan bir sual nümunəsidir. Do you think pens are still important today, even though many people use phones and computers to write? Sən düşünürsən ki, qələmlər hələ də vacibdir. Hətta çox insanlar telefon və kompüter yazmaq üçün telefon və kompüterdən istifadə etsə də, sən düşünürsən ki, hələ də qələmlər bu gün də vacibdir. Nə üçün hə, nə üçün yox? Öz fikrinizi əsaslandıraraq 3 cümlə ilə cavab verə bilərsiniz. Hansı ki, mən burada öz fikrimi qeyd etmişəm. Siz də buna uyğun şəkildə 3 cümlə ilə və yaxud da artıq şəkildə öz fikrinizi suala ətraflı cavab verəcək şəkildə yazıb uyğun balınızı ala bilərsiniz. Ümid edirəm ki, sualların izahı sizin üçün maraqlı oldu. Əgər videomuzdan faydalana bildinizsə, videomuzu like etməyi, kanalımıza abunə olmağı, həmçinin də açıqlama bölməsində qeyd olunmuş nömrə ilə əlaqə saxlayaraq dərslərimizdən yararlanmağı, faydalanmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.